bir kiçik qız uşağı ofisin müdürünün otağına podnisdə çay gətirir. Ofisin müdürü buna fikir vermədən deyir ki, çayı qoy stolun bir tərəfinə. Amma fikir verdikdə görür ki, kiçik bir qız uşağıdır. Deyir ki, sən kimsən? Deyir ki, xanım əfəndi, mən sizin çayçının qızıyam. Atam bərk xəstələndiyindən işə gələ bilməyib, ona görə mən gəlmişəm, onun işlərini görürəm, onu əvəz edirəm. Deyir, sağ ol Günan, onda çayı qoyub gedə bilərsən. Kiçik qız tərəddüd etdikdən sonra ofisin müdürünə deyir ki, xanım əfəndi, mənim atamın həftəlik pulları, 2-3 həftəsinin pulu verilməyib, burada qalır. Onları versəniz gözəl olar. Çünki atam xəstə olduğuna görə onun dərman pullarını qarşılamaq üçün bizə pul lazımdır. Qadın gülümsəyərək cavab verir ki, deyir qızım, mən indi ona nə qədər pul çatacağını bilmirəm. Amma atana deyərsən, miqdarını deyər, mən o pulları verərəm. Qız deyir ki, mən bilirəm. Sonuncu həftəyə $350, ondan əvvəlki həftəyə $260, ondan da əvvəlki həftəyə isə $230 pul çatacaq. Toplamda $840 edir. Bunun sürətli hesablamasını görən ofisin müdürü təəccüblənir. Deyir, qızım, sən bunu necə öyrənmişsən, yadında saxlamışsan, belə tez hesablayıb dedin. Müdürün yanındakı asistantı deyir, xanım əfəndi, bu qızın sizi qandırmasına imkan verməyin. O bunları evdə əzbərləyib gəlib. Qız deyir ki, yox, mən evdə heç bir şey əzbərləməmişəm. İndi bunları başımdan hesablayıb dedim. Deyir, əgər başından hesablayıb deyibsənsə, onda mən sənə ədədlər deyim, sən onları topla bizə deginən. Deyir, deginən. Deyir, 323, üstə gəl 416, üstə gəl 599. Neçə eləyər? Qız ani momentdə cavab verər ki, 1338. Kalkulyatorda, kompüterdə hesablayan müdür görər ki, qız həqiqətən də doğru cavablar verir. Bundan hiddətlənən asistantı qıza daha çətin suallar verməklə onu sınağa çəkər. Bunu görən ofisin müdürü asistanta deyər ki, biz insanları heç vaxtı tutduğu mövqeyinə görə yargılaya bilmərik. Alimin, ziyalının qızı, uşağı hökmən alim və ziyalı olmalıdır. Çayçının qızı, fəhlənin qızı, fəhlə və yaxud da ki, çayçı olmalıdır. Yetənək, fitri istedad hər bir insanda ola bilər. Ona görə də biz onları görmək istədiyimiz kimi görə bilmərik. Hər bir fitri bacarığı qiymətləndirməyi bacarmalıyıq. Və siyirməni çəkər, siyirmədən bir hissə para, pul çıxardıb qıza verər ki, al bu pulu. Qız pulu alar, baxar görər ki, $840 çoxdur. Ona görə müdürə deyər ki, xanım əfəndi, burada $840 çox pul var. Deyər, eybi yox, mən onu təkcə atanın əmək haqqı üçün verməmişəm. O pulu vermişəm sənin bacarığına görə, sənin istedadına görə sən onu özü üçün xərcləyərsən. Kiçik qız uşağı sevinə-sevinə otaqdan çıxır və gələcəyinə böyük ümid yaranır. Diqqətinizə görə çox sağ olun, minnətdarım.